Silə-i rəhmin çox tərəfli təsirləri var, gözəl təsirləri var. Ki, insan oturub düşünsə, hədislərə baxdıqda, çoxlu sayda bu barədə hədislərimiz ki mövcuddur. Hədislərə nəzər saldıqda bir neçə silə-i rəhmin faydalarını görürük. Birincisi budur ki, silə-i rəhm, qohumlarla münasibət qurmaq Allahın əmridir, Allaha bir itaətdir. İnsan bu işi görməklə ibadət eləyir sanki. Möminin sevinci, fərəhi nədədir? Allah-u Teala'ya ibadət etməkdədir. Sən gedib bir qohuma baş çəkməklə sən Allaha ibadət eləyirsən. Sanki namaz qılırsan, zikr edirsən, dua eləyirsən, müstəhəb bir əməldir və müstəhəb bir ibadətə bərabər bir əməldir. İkincisi budur ki, silə-i rəhm insanın ömrünü uzadar. Əvvəla buna görə ki, qohum əqrabı ilə yaxşı münasibət qurmaq, get-gəl etmək insanda sevinç hisslərini oyadır. İnsana sevinç gətirər, məhəbbət toxumlarını əkir insanın qəlbində. Və bunlar hamısı səbəbdir ki, insanın ömrü uzansın. İkinci tərəfdən yenilməz qüdrət sahibi olan Allah Teala insan ömrünün uzanma səbəbləri arasında bizim bilmədiyimiz mənəvi səbəblər də qoyub. Biz təbiətə baxanda görürük ki, səbəb-nəticə qanunu ilə baş verir bir çox şeylər. İmam Cəfər Sadiq əleyhissalam da buyurur ki, Allah bu dünyada hər şeyin öz səbəbi ilə baş verməsini istəyib, iradə eləyib. Yəni sən susuzlanmısansa, su içməlisən ki, bu susuzluq aradan getsin. Bu başqa şeylə aradan getmir. Açsansa qida qəbul eləməlisən. Alov varsa yandıracaqdır. Bunlar səbəb-nəticə qanunlardır. Amma səbəb-nəticə qanunları müstəqil baş vermir, bunu da bilək. Varlıq aləmində bütün səbəblər nəticəni törətmək üçün Allahdan olan lütf, enerji, adını nə qoyursan qoy, Allahın izninə bağlıdır. Allah o səbəbə səbəbiyyət vermədikcə səbəb öz nəticəsini doğrulda bilmir. Necə ki, məsələn, alov olur, amma yandırmır. Həzrət İbrahim üçün deyir, ey od İbrahim üçün soyuq və salamat ol. Çünki heç bir səbəb müstəqil deyil. Varlıq aləmində heç bir şey müstəqil deyil. Müstəqil vücuda sahib olan yalnız Allahdır. Allah bu təbii səbəblər qoyub ki, biz səbəblərin bir çoxunu biz elm vasitəsilə araşdırdıqda, oxuduqda görürük. Bir də bizim bilmədiyimiz, görmədiyimiz mənəvi səbəblər var, mücərrəd səbəblər var. Məsələn, təbii fəlakətlər baş verir. Bunun bir təbii səbəbləri var. Bunun da bir mənəvi səbəbləri var. Xəstəliklər baş verir. Bunun bir təbii səbəbləri, bir də mənəvi səbəbləri var. Bir hədis-i şərifdə imamlarımızdan nəql olunan hədisdə buyurur ki, insanlar öncə etmədikləri yeni bir günah etdikdə Allah da onlara öncə tanımadıkları yeni bir bəla göndərər. Yəni elə bir günah icad eləyir ki, əsl insan yer üzərinə gəldikdə bu günə kimi o günahı hələ heç kəs etməmişdi. Allah da insana elə bir bəla göndərir ki, bəşər yaranandan bu günə hələ bəşərə elə bəla gəlməmişdi. Yəni günahla bəla arasında bir əlaqə var. Eləcə də silə-i rəhmlə, qohum əqrabı ilə münasibət qurmaqla insanın ömrünün uzanması arasında bir mücərrəd mənəvi bir səbəb var.